Salam olsun izləyən hər kəsə. Belə bir abo işlədirik. Üzərində kleylənmə barədə işarə yoxdur, amma üzərinə vinil frizelin əsaslı yazılıb. Ona görə də frizelin kimi ancaq divarı kleyləyib vururuq və göründüyü kimi belə şişlər əmələ gəlir. Bunu aradan qaldırmaq üçün ya bu formada qaldırıb təzədən yapışdırmalıyıq və yaxud özünü kleyləməliyik. Amma bu aboy üzəri mat və çox adnatonlu olduğu üçün kleyin ləkəsi qalmaq ehtimalı olduğuna görə ya da ki bu formada əlimizdə sprey qab məsəl üçün yoxdur. Belə masalka ilə isladırıq yüngül su ilə. Sonra yapışdırırıq. Və bu qaydada da o problemi aradan qaldırmaq mümkündür. Gördüyünüz kimi heç bir şiş əmələ gəlmir.